hərbi hissədən biridir ki, bir gündə atılmış tankla Malan, Şakir 2 erməni tankı vururlar, Qarazi işğalı zamanı. Bu heç bir yanda olmuyor, təsdiq edə bilər hamıda. Bu Füzuli qəhrəmanların işidir. Yani bizim oturan bazı kardeşimiz var, kardeşimizin balası şehit oldu. Onun bir günde hem atası hem dayısı şehit oldu. İşte dostum oldu. Şimdi benim inşallah fikrim bunu makiye düzeltmektir, hepsi olsun, inkişaf edesin. Hamımız kardeşim. Qaradizdən bir kişinin 4 oğlu olur, 3'ü hərbiyə yola salır. Şimdi hal-hazırda ikisi Qarabağ əllidir, biri şəhiddir. Deməm, mən fəxr edirəm ki, həqiqətən mən Azərbaycanlıyım. Öpürəm hamınızı. Biz Azərbaycanı fəxr edelim, vallahi biz boy Azərbaycanlıyıq, inşallah.
Mustafa Fırğın yazırdı ki, vətən mənə oğul desə qədərdir. Mamur olur hayasız qarətlərdir. Doğru da vətən hər bir kəsə oğulur. Amma vətən oğulluk eləmək hər işi yox, hər işi yox. Bax, bugün bu gözəl ziyafətimizdə, gözəl məclisimizdə təbii ki, vətənə oğul kimi xidmətini edirlər. Və bir daha sizlərin hər birini sağlayır. Allah qala sizləri var eləsin. Bizdən sonraki gələn nəsillər hər zaman sizlərlə fəxr eləsin. Mən öpürəm bir daha sizlərin hər birini və bugün bu gözəl günümüzdə, gözəl ziyafətimizdə vətənə oğulluq edib, vətən torpağının hər qarışına öz canını fəda eləmiş gözəl insanlarımızdan 814 nömrəli sayılı hərbi hissənin komandir mavini hal-hazırda hüquqşünasımız, hüququmuzun keşiyində ayıq sayıq dayanan Bağman müəllim Şirinov ziyafətimizdə əyləşibdir. Mən bu gözəl qardaşımızın böyük məmuriyyətlə sizlərin almışları altında mikrofona dəvət eləmək istəyirdim. Buyursun Bağman müəllim, bu torpağın bir daha qeyd edirəm, vəziyyətin çəkmiş bir el oğlu kimi bu gözəl günümüzdə onu da belə sözlər eşidək, onu da arzu istəklərinə qoşulan böyle oğullarımız Əziz qardaşlar, əziz dostlar, əziz mənim canciyərlərim. Bugün demək biz vaxtıyla gənc idik, cavan idik. Qəlbimiz vətən eşqi ilə alışıb yanan dövrlərimiz vardı. Təbii ki, bugün də elədir. Amma o vaxt bizim 20, 21, 25 yaşlarımız vardı. Biz ömrümüzün cavan çağlarını o torpaqlarda vermişik, vətən yolunda vermişik. Düzdür, bizim bir çoxumuz qəhrəmancasına şəhid olurlar, Allah onlara rəhmət eləsin. Dostlarımızın çoxu Qarabağ əllidirlər, Qarabağ qazisidirlər. Amma elə demək olar ki, o sağ qalanların da qəlbində bir Qarabağ dərdi, Füzuli dərdi qubar eləyir. Demək olar ki, o döyüşdən, o müharibədən saf çıxan insan olmadı. Hərbiçi qardaşlarımız da iştirak edir. Demək, mən bircə şeydən fəxr elədim ki, mən 702 nömrəli hərbi hissənin tərkibində döyüşmüşəm. Keçən ilə kimi mənim oğlum da həmən hərbi hissədə xidmət elədi. Yəni biz dədə bala xidmətimizi bir hərbi hissədə başarmışıq, amma hələ ki torpaq alınmıyor. Bir nəsil dəyişdi, bir nəsil keçdi, torpaq yenə ermənidədir. Mən nə arzu edirəm? Allah bizim səbrimizi alsın. Çox tezliklə torpaqlarımızın düşmən tapdağından azad olunmaq üçün bu oğlanlar yenidən bir cərgəyə qaysın, bir dəstədə olsun, düşmənlərdən torpaqlarımızı azad edir. Biz həmişə hazırıq öz kişiliyimizə, öz mənliyimizə, öz qeyrətimizə. Heç kimin nə əmrin gözləyirik, nə sərəncamın gözləyirik. Biz elə kişi olmuşuq, elə kişi olacağıq, elə kişi kimi də gedəcəyik. Sağ olun, biz oluruz. Sağ olun, aynen, eşk olsun, neşelerle. Güzel evlatlarına bir daha sizlerle fəxr edirik. Bir çare zafı yazırdı ki, her aşığa aşık deme, aşık yana gerek. Her alime alim deme, alim kana gerek.
il sədri, bizim gözəl qardaşımız Alman Abbasov alqışlarla ziyafətimizdədir. O ictimai birliyin sədr müavini Talih qardaşımız bu gözəl ziyafətimizdədir. Talih, gəl görüm qardaşım. Bax, bugün bu cəmaat sənin başına yığışır. Bugün təşkilatçılığın sən eləmirsən, Allah səni var eləsin. Biz yenə bir el oğlu kimi səndən fəxr eləmişik. Yaşayın, var olun, bizləri yaddan çıxartmayın. Biz yenə buradayıq, yenə bu torpağın üstündəyik. Hər zaman sizlərin qulluğunda hazırım. Öpürəm qardaş sizləri, buyurun. Çok teşekkür ediyorum. Burada yaşayanların hamısı müharibə görmüş insanlardır. Ben ilk növbədə Şahin müəllimə təşəkkür edirəm. Gözəl hərbiçi qardaşlarımıza Zahidə müəllimə təbrik edirəm. Bugün bizim üçün əziz gündür. Biz də bir təşkilat olaraq sizin yanınızdayıq. O gözəl əsgərlərimizin arxasındayıq. Bir təşkilat olaraq birləşməkdə səbəbim budur ki, elə biz sizlərə dəstək olmaq üçün, bugün ön cəbhədə olan zabitlərimizə, əsgərlərimizə dəstək olmaq üçün biz toplanmışıq. Və bir təşkilat olaraq toplum halına gəlmişik. Və hər zaman istənilən vaxt ölkə rəhbəri döyüş hazırlığı vəziyyətinə gətirirsə ölkəni, biz silahla sizlərin böyünüzdəyik. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Allah'ın yar olsun sizlərin üstünüzə. Buyurun. Hayır, üzr istəyirəm qədalım. Mən dönə-dönə üzr istəyirəm hər birinizdən. Yəni, mənim sözüm heç kimin xətrinə dəyməz. Ona görə ki, biz ağır günlərin qardaşı dostu olmuşum. Deyilən söz, hər bir kəlməsi, bütün Lali Cəvahiratdan qiymətlidir. Yetər ki, onu eşidək. Xahiş edirəm, bu xeyir dua veriləndə, söz deyiləndə biraz sakitçiliyə riayət eləyəyin. O deyilən sözü eşidəyin. Öpürəm sizləri. Aziz qardaşlarımız, bir daha hər birimizi salamlayıram, bayram münasibətidir, təbrik edirəm. Mən Alı qardaşımızı dəvət eləyərdim yanımıza. Tanrıverdi qardaşımızın bu günləri 54 yaşına olur. Doğum günü münasibəti ilə təbrik eləyək. Füzuli rayonunda Məşəl İctimai Birliyin adridir. Tanrıverdi qardaş da muavindir. Biz sizin hər birinizlə fəxr eləyirik. Sizin hər biriniz Azərbaycanda sözün demiş oğlanlarsınız. Hər yerdə sizin sinəniz genişdir. O sizin geniş sinənizdə heç vaxt o güllə batmaz. Çünki analarımızın duaları var. Bacılarımızın duaları var. Allah keçənlərin hər birinə rəhmət eləsin, o dünyalarını versin. Qalanlar da hal-hazırda əmr gözləyir. Hər zaman Ali Başkomandanın əmri sayəsində irəlidə getməyə hazırıq. Hər birinizə çox təşəkkür edirəm. Bugün birinci növbədə hər birinizi, bütün Azərbaycan xalqını təbrik edək bu Respublika günü, İstiqlaliyyət günü münasibətilə. Gün o gün olsun, Azərbaycan əbədi yaşasın, torpaqlarımız bütövlükdə 1 milyon kvadrat kilometrə əraziyə kimi getsin, çıxsın. Mən bugün xoşbəxtəm ki, sizinlə bir yerdə döyüşmüşəm, sizinlə bir yerdə qan tökmüşüm, vuruşmuşum. Sizin hər biriniz mənim üçün əzizsiniz, necə ki, mən sizin hər biriniz üçün. Çox sağ olun, minnətdaram. Biz bu günləri fəxr eləyək ki, bir-birimizi bu günləri bir yerdə səmimi qəbul edirik, səmimi qarşılayırıq. Gün o gün olsun Azərbaycan bayrağı Şuşada, Xan kəndində, Azərbaycanın bütün qədimi əziyyət torpaqlarında varlansın. Bugün Azərbaycan ordusuyla biz fəxr edirik. Bugün Azərbaycan ordusu bizim dayağımız, Azərbaycan xalqının dayağıdır. Gün o gün olsun, bugünkü gün Azərbaycan oğulları yenidən dünyaya gəlsin. Bugünkü gün 28 mayda milyonlarla Azərbaycan oğlanlarının ad günü qeyd edilsin və bu Azərbaycan xalqının bu Respublika müstəqilliyi əbədi yaşasın. Sağ olun, çox sağ olun. Hər birinizə təşəkkür edirik. Azərbaycan ordusuna eşq olsun. Çox sağ olun, yenə də çox sağ olun.
Çox sağ olun. Mən də bütün arzulara qoşuyorum. Hamınızı salamlayıram. Həmişə belə şad günlərdə toplaşalım. Hər il fikrimiz var ki, 28 mayda belə toplaşalım bir yerə, daha da sayımızı artıralım. Belə xoş günlər keçirək həmişə. Hamınızı salamlayıram. Aşık sana gel,
oxuduğunuza görə. Düzdür, burada biraz səsi çox vermisiniz. Oxuyanda mənim qulağım var. O səsi biraz düzəlsəniz, laf gözəl olar. Bugünkü gün buraya yığışmışıq. Füzuli rayonunun ən gözəl, ən cəngavər oğlanları hamısı buradadır. 23 il bundan qabaq bunların hər birinin əlində silah, kürəyindən həmin qrantamyotu sinarətləri döyüşdə olublar. Bugün Allah şükür ki, Allaha çox şükür ki, bugün sakitçilikdə bunlar oturur. Bugünkü gün bunların sağlığına, bunların burada bugünkü gün hərəkət etdiklərini görə mən tamamlayan bir söz verirəm ki, əgər fərasəti varsa bizi fezyab eləyə bilsin. Əgər yoxdursa, ağabey, aşıq ərəskənin sazını götürür. Biraz yaxşı dinlə. Bugün söz verirəm dostlarımıza, yoldaşlarımıza, ağsaqqalımız buradadır. Çox sağ olun, aylarımız. Hoş geldiniz. Hamınızı hoş gördünüz. Ben çok sevindim şahsen sizi görmeye. Gülo gün olsun balalarınızın hayır işlerine yaşayın. Hayır işlerinize bakın, yavelerinizin toylarına yetişin inşallah. Her birimizin öpüşü. Həməşə belə növbətlərdə gözəl dostluq, qardaşlıq görüşlərində görüşək. Hamımızı xoş görmüşük. Hər birimizə can sağlığınız var. Ben de bütün sağlıklara koşarlar. Ben koşamamışım, kalmamışım, elimizde silah alıp ödülmüşmüşüm. Sağ olun, teşekkür ederim. Ben de hamı salamlayıram, əziz qardaşlar, gözəl qardaşlar. Sizi görməyə çox şadam. Füzulinin yaxşı olanları. Allah sınavınızdan sağ eləsin, Allah ömür versin. İnşallah Allah'ın köməkliyindən işğalda olan torpaqlara